İmam Zaman ağa xətrinə bu videonu hazırlayıram. Qürbətən iləllah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəziləri deyirlər ki, bir söz deyən kimi dindən danışanda tez başlayırlar ki, Quranda bu var. Əgər Quranda varsa qəbul edirik. Quranda yoxdursa qəbul eləmirik. Yaxşı, əgər Quranda olsa, sən qəbul eləmirsən axı, dildə qəbul edirsən, əməldə qəbul eləmirsən. O vaxt Muhammed Peyğəmbər sallavatullahın vaxtında hamısımız bilirik ki, təyyarə yox idi. Hamısımız bilirik ki, məsəl üçün vertolyot yox idi, raket yox idi, maşın, avtobus yox idi. Hamısımız gözəl bilirik. Və ya başqa bir şeylər yox idi. Gəlin belə danışaq da, güya Quranda nə varsa qəbul eləyirlər, güya əməl eləyirlər də. Amma yalan danışırlar, sadəcə olaraq özlərini elə göstərirlər ki, güya bunlar Quranı qəbul eləyirlər və əməl eləyirlər. Yaxşı, mən sizə sual verirəm ki, əgər yox idisə bunlar, Peyğəmbər sallavatullahın vaxtında, Quranda Muhammed Peyğəmbər sallavatullahın vaxtında nazil olub. Mən sual verirəm ki, raketin içində namaz qılmaq olar, təyyarədə namaz qılmaq olar, vertolyotda namaz qılmaq olar, avtobusda da namaz qılmaq olar. Hamısınız bir ağızdan deyəcəksiniz ki, hə, olar. Yaxşı, mən sual verirəm ki, Quranda bu yazılıb ki, təyyarədə, vertolyotda, avtobusda, raketdə yazılıb ki, namaz qılmaq olar. Bunlar yazılıb. Əgər yazılıbsa qəbul eləyək də, niyə qəbul eləmirik ki? Görürsünüz, yazılmayıb. Bilirsiniz, Allah Peyğəmbərinə Quranı nazil eləyib, bütün qiyamətəcən o Quran qüvvədədir. Yəni, onun təfsirçiləri, İslam alimləri onu zamana və məkana görə tərcümə edirlər və bizə başa salırlar ki, məsəl üçün, 19-cu 20-ci əsrlərdə, 20-ci əsrin əvvəllərində təyyarə çıxdı, sonra raket çıxdı, sonra avtobus çıxdı da, düzdür. Görürsünüz, bunlarda namaz qılmaq olar. Amma Quranda heç bir ayəsində, mənə elə bir ayəsini göstərin ki, deməsin, minik də namaz qılın. Desin ki, yazılsın ki, məsəl üçün, avtobusda namaz qılmaq olar, təyyarədə namaz qılmaq olar, raketdə namaz qılmaq olar. Hansısa bir ayədə yazılsın. Bilirsiniz, onu da qəbul eləmirsiniz. Quranda, məsəl üçün, nə yazılıbsa, bax, Quranda Əhzab surəsinin 33-cü surənin 33-cü ayəsində Allah yazıb ki, Bismillahirrahmanirrahim. Siz Əhl-i Beyti Allah pak və pakizə etdi. Maidə surəsinin 35-ci ayəsində yazır ki, Allah dərgahına özünüzə vəsilə seçin. Ən gözəl vəsilə Əhl-i Beytdir. Bu yazılır. Bəs Əhl-i Beyti niyə sevmirsiniz? Axı yazılıb axı Quranda. Və ya başqa bir yerdə nəysə ayə yazılıbsa, niyə qəbul eləmirsiniz? Çünki bilirsiniz necədir? Öz bisavadlığınızdan elə başa düşürsünüz ki, qarşıdaşı sizin bisavadlığınızdan anlamayacaq, başa düşməyəcək ki, bu dedisə, deməli, hamısı qəbul eləməlidir ki, Quranda varsa əməl. Sən o Quranda olanı da əməl eləmirsən axı. Quranda olana da biganə qalırsan. Onun üçün də gəlin belə danışaq da, yəni mən özüm savadlı deyiləm, bisavadım. Amma savadlı bir şəxsə mən müraciət edirəm ki, məsəl üçün müştehidə. Mənim müştehidim, açıq deyirəm ki, mənim müştehidim Sistani ağadır. Mənim müştehidim Sistani ağadır. Bir müşkül məsələ gələndə mən açıram onun kitabına müraciət edirəm, tərcüməsinə müraciət edirəm. Məsəl üçün, o da görürəm ki, cavab verdi və əməl edirəm. Bunun üçün də o qəbul eləmirlər, o müştehidləri onun üçün qəbul eləmirlər ki, İmam Zaman ağa, Əcəlallahu Teala fərəcəhu və zuhura,
hədis var ki, buyurub ki, məndən sonra müştehidlərə təqlid eləyin. Yəni təqlid eləyin budur ki, onun özünüzə müəllim seçin. Bilirsiniz, hər bir müştehid öz zamanəsinə görə alimdir. Onun üçün də mənim əziz millətim, həmin o müştehidlər fətva verəndə gəlir demir ki, elə bir fətva verir ki, yəni sabah sən bir səhv eləyəndə onun fətvasına uyğun əgər səhv eləsən, Allah qiyamətdə soruşacaq ki, bəs bunu niyə günah elədin? Sən tez deyəcəksən ki, mənim müştehidim belə buyurdu. Amma o da həmin o fətvanı verəndə elə açır Quranla, açır hədislərlə, səhih hədislərlə, düzgün hədislərlə onu müzakirə edir, özündə fikirləşir, olar olmaz. Və biz də onun elminə faydalanırıq. Onun elmindən faydalanırıq ki, məsəl üçün, yenə deyirəm, mənə bir neysə müşkül məsələ olanda tez açıram Sistani ağanın kitabını, Sistani ağaya mən təqlid edirəm. Sistani ağanın kitabını açıram və ondan əgər hansı müşkülün məsələn həll eləyə bilmirəmsə, açıram onun kitabını. O nə buyurursa, onu əməl eləyirəm. İstər qurban kəsməkdə, istər hər bir şeydə mən ona təqlid eləyirəm. Və bütün müsəlman kişilər vacibdir ki, hər bir müştehid ya özü müştehid olmalıdır, ya da ki, hər hansısa bir müştehidə təqlid eləməlidir. Ya bütün müştehidlərə təqlid eləməlidir, ya da ki, hamısına təqlid eləməlidir. Bir tək bir müştehid, diri müştehid əgər təzə başlayıbsa, diri müştehid seçməlidir və təqlid eləməlidir. Quranla bu şərtlə razılaşırsan, düzdür, Peyğəmbər sallallahu buyurub ki, əgər məndən hədis gəlirsə, hədis eşitsən, Quranla tutuşdur. Düzgündürsə, Quranla düz gəlirsə, ona əməl eləcəksən. Yox, Quranla düz gəlmirsə, deməli, həmin hədis səhv hədisdir. Demir ki, sən 20-ci əsrdə yaşa, samolyotda, məsəl üçün, təyyarədə, raketdə məndən hədis yoxdur da. Peyğəmbər sallallahu hədis yoxdur ki, deyək ki, məsəl üçün, raketdə namaz qılcınan və ya təyyarədə, avtobusda namaz qılcınan. Düzdür, bilirdi, o bilirdi ki, məsəl üçün, qiyamətəcən nə hadisələr varsa, hamısını bilirdi. Ancaq Quranda da ayə yoxdur. Amma hamısınız Quranı əgər qabil eləyirsinizsə, əməl eləyin də, Quranda yazılıb. Məsəl üçün, hamıya vacibdir ki, namaz qılın. Qılırsınız, qılmırsınız axı. Hamıya vacibdir ki, Əhl-i Beyti əleyhissalamı sevin. Sevmirsiniz. Onun üçün də bu boş fikirlərdən çəkinin. Boş xülyalardan çəkinin. Bəzi qüvvələr var ki, sizin o ağılsızlıqlarınızdan, bisavadlıqlarınızdan istifadə edirlər və başlayırlar, bir söz olan kimi tez başlayırlar, Quranda var, Quranda var. Quranda varsa, onda təyyarədə də namaz qılmaq. Mənə göstərin də, ayə göstərin. Quranda varsa, qabil eləyirəm. Yoxdursa, sizin dilinizlə belə çıxır ki, qabil eləmirəm də, düzdür. Belə boş xəyallara, belə boş xülyalara getməyin, mənim gözəl millətim. Öz ağlınız var. Sizin ağlınız özünüzə görə hamıdan ən yüksəkdir. Öz ağlınızla hərəkət edin. Çünki ağıl insana ən gözəl nemətdir. Ən gözəl bir gözəllikdir ki, insan o ağlından, öz ağlından istifadə edir. Əgər sən bir din məsələsində, bir neysə məsələdə problemin olsa, müştehidə müraciət edəcəksən. İnşallah həmin o müştehid sənin problem və məsələ və həll eləyəcək. Allahın köməyi ilə. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun, keçmiş və gələcək videolarımı izləyin. Fikirləşin, yenə deyirəm, sizin ağlınız sizə görə dünyada ən gözəl nemətdir. Təşəkkür edirəm.